Salam dostlar, kanalıma xoş gəldiniz. Bugün mən sizə şəhərimizin qayğısız uşaqları barədə söhbət açmaq istəyirəm. Hər birimiz çox yaxşı bilirik ki, dövlətimiz tərəfindən uşaqlarımız təhsil, səhiyyə, idman, incəsənət və başqa sahələrlə çox mükəmməl təmin olunmuşlar. Uşaqların tələbatını ödəmək üçün onların ixtiyarına çoxlu təhsil ocaqları, uşaq bağçaları, parklar, idman meydançaları, əyləncə mərkəzləri, yerləncəklər verilmişdir. Cənnəti xatırladan güllü çiçəkli şəhərimizin hər bir köşəsində çehrəsindən gülüş əskik olmayan xoşbəxt uşaqlarla qarşılaşmaq olar. Uca Tanrının yaratdığı bu əvəzsiz varlıqların qayğısını çəkməkdən gözəl bir hiss yoxdur. Bizim gələcəyimiz olan bu mələk sima körpələrə aydın səma, uğurlu gələcək arzulayırıq. Hər biri bir ailənin sevinci olan bu körpələrə atalı-analı böyüməyi, xalqımıza və vətəninə layiqli övlad olmaq arzusu ilə sizlərlə sağollaşıram. Videonu izlədiyinizə görə təşəkkürümü bildirirəm. Əgər bəyəndinizsə, like qoymağı, kanalıma dəstək olmaq üçün abunə olmağı unutmayın. Hər birinizi çox sevirəm. Özünüzə çox yaxşı baxın. Gələn videolarda görüşənədək. Hələlik.